Salam. Bugün Kodere yazı işlərindən maraqlı bir sualın proqramını quracağam. Deməli, sualda bizdən soruşur. En sayda natural ədəd siyahıya daxil edilərək, bu ədədlər içərisində natural bölənlərinin sayı ən çox olan elementin nömrəsini çap edən proqram Python dilində yazın. Deməli, biz birinci necə baxmalıyıq? Biz birinci siyahımız və siyahımızın elementləri olmalıdır. Və hər siyahımızın elementlərindən natural bölənlərinin saylarını tapmalıyıq. Biz birinci baxmalıyıq riyazi bir fikir, birinci fikirləşməliyik ki, natural bölənlər nə deməkdir? Natural bölənlər, məsələn, bir ədədin natural böləni həmin ədədin bütün bölündüyü ədədlər nəzərdə tutulur. Bölündüyü ədədlər, məsələn, nə? 14. 14 hansı ədədlərə bölünür? 14 1-ə, 2-yə, 7-yə və 14-ün özünə bölünür. Deməli, 14-ün neçə natural böləni var? 4 dənə natural böləni var. Məsələn, belə götürürük. Deməli, ədədi görə-belə gedəcək, dövr yaradacağıq. Məsələn, birinci bir siyahımızı yaradaq. Siyahımızın elementləri yaradaq. Siyahımızı yaratdıq. Sonra siyahımızın elementlərini yaradaq. Əvvəlki proqramlarda mən bu bir sətirdə siyahının elementlərini yaratma qaydasını izah eləmişəm. Int range, int input. Qısa izah verim, yəni necə olacaq bu? Məsələn, bu bizdən siyahımızın neçə elementi olsun? Bizdən soruşacaq, tutaq ki, siyahımızın 3 elementi, 5 elementi olsun. Və hər dəfə dövr yaratmışıq. Hər dəfə bizdən tam ədəd istəyəcək. Və daxil edəcəyimiz tam ədədlər siyahımızın elementləri olacaq. Bu oldu siyahımızın elementi. Bir A dəyişəni götürüb bunu sıfıra mənimsədirəm. Nə üçün götürmüşəm, onu yazdıqca izah eləyəcəyəm. Dövr yaradaq for i in. Range sayğaclı dövrdən istifadə edirəm. Yox, range yox. For i in siyahı. For i in siyahı. İstəyirəm siyahımızın bütün elementlərini bir-bir götürək. Və bir cəm dəyişəni götürüb sıfıra mənimsədirəm. Çünki natural bölənlərin sayını cəm dəyişənində saxlamaq istəyirəm. Cəm dəyişəni götürdüm. For i in range. Yenə dövrdən istifadə edəcəyəm. Birdən başlasın. I plus 1-ə kimi. I plus 1-ə kimi. Hər dəfə şərtimizi verək bu dəfə. Tutaq ki, bunu J götürək, for J in götürək. J in, for J in range, I 1-dən I plus 1-ə kimi. I faiz J bərabərdirsə sıfıra, cəmi bir vahid artırsın. Yəni, necə olacaq? Tutaq ki, I 14 bayaq dediyimiz ədədi götürək. 14 1-dən 14-ə qədər ədədlər içərisində hansı ədədlərə bölünür? Yəni, i faiz j bölünəndə qalıq sıfırdırsa, deməli, cəmi bir vahid artıraq. Və ən sonda dövrümüz bitdi. Yəni, buradakı dövrümüz. Bu dövr bitəndən sonra qayıdır siyahının digər elementini götürəcək də. Bu dövrümüz bitdi. Burada yoxlayaq, şərtimizi verək. If əgər mən burada deməli ən böyük əgər cəm böyükdürsə A-dan, cəm dəyişəni böyükdürsə A-dan, neynəsin? A bərabər olsun cəmə, A bərabər olsun cəm dəyişəninə və bir ən böyük dəyişəni götürürəm, i-ni özündə saxlasın. Yəni, elementin özün ən böyükdə saxlasın. Çünki axırda mən ən böyükün indeksini verəcəm çapa. Yəni, ən böyük, tutaq ki, siyahımızda 4 dənə element var. Hər hansı bir ən böyük natural bölünənlərin sayı ən böyük olan hansı elementdirsə, onu bu dəyişəndə saxlasın. Çünki indeksini biz göndərəcəyik çapa. Bax, belə print çapa geçsin. Siyahımızdakı indeksi göndərsin. Natural bölənlərin sayı ən çox olan elementin indeksini göndərsin çapa. Ən böyük. Ən böyük. Baxaq görək proqramımızı düzgün yazmışıqmı? Hardasa səhvlərimiz yoxdur. Deməli, ən böyük bərabərdir i-yə. Mən burada məsələn ən böyükü də 0 götürə bilərdim. A-mızı 0 götürdük. A bərabər oldu cəmə. Cəm hər dəfə burada dəyişəcək. Yenə sıfırdan başlayacaq. Bəli, doğrudur. Gəlin siyahımızı da götürək buradan. Siyahımızı da yazaq. Siyahımızın elementləri. Tutaq ki, 64 olsun. 25 olsun.
45 olsun, bir de 121 olsun. Baxaq, natural bölənlərin sayı. 64-ün natural bölənləri sayı hansılardır? Məsələn, 64 2-nin hansı qüvvətidir? 2 üstü 6'dır. 2 üstü 6'dırsa, qüvvətin üstünə 1 gəlir 7. Deməli, 7 natural böləni var 64'ün. 25 nədir? 5 vur 5'dir. 5 vur 5'dir. Qüvvətlərin üstünə 1 gəlirik. 5 üstü 1 vuraq 5 üstü 5 vur 5 və yaxud da 5'in kvadratı yaza bilərik. 5'in kvadratıdırsa, məsələn, qüvvətin üstünə 1 gəlirik 3. Deməli, 3 natural böləni var. 45, 3'ün kvadratı vuraq 5 üstü 1'dir. Qüvvətin üstünə 1 gəlirik. Bu riyazi bir qaydadır. Yəni bunu bilməyə də bilərsiniz. Yəni bilənlər də bilir. Deməli, 45 3'ün kvadratı vuraq 5 üstü 1'dir. Qüvvətin üstünə 1 gəldi. 3 üstü 2'nin üstünə 1 gəlsə 3 elədi. 5 üstü 1'in üstünə də 1'in üstünə 1 gəlsə 2. 3'ü 2'yə vurduq 6. Demək 45'in 6 natural böləni var. 121'in 121 11'in kvadratıdır. Qüvvətin üstünə 1 gəldi. Bunda 3 natural böləni var. Deməli, bizi çapa getməlidir 0-cı element. Gəlin yoxlayaq. Məsələn, 4 elementimiz olsun. 4 elementimiz olsun. Hansılar? 64 olsun, 25 olsun, 45 olsun, 121 olsun. Və çapa getdi 0. Gəlin burada hansı element olduğunda göndərsin çapa. Məsələn, bizim hansı elementimiz ən böyük özündə saxlamışdı. Ən böyük keçsin və cəm və natural bölənlərin sayı da keçsin. Gəl 64'ün yerin burada dəyişək. Məsələn, yerin burada dəyişək. Bura 45 yazaq. 45'in yerindən dəyişək. 64 yazaq. 3 getməlidir çapa. 64 və natural bölənlərin sayı 7 getməlidir çapa. Yoxlayaq. 4 elementi olsun siyahımızın 45, 25, 64, 121. Bəli, deməli 0, 1, 2 ikinci indeksdə dayanır. Ən böyük hansıdır? 64'dür və deməli A yazmalıyam bura. Cəm yazmışam. Cəm deyil, axı ən sonuncu cəmimiz 3'dür deyə, yəni 121'in 3 dənə. Mən burada A yazmalıydım. Deməli, bir də yoxlayaq, bir də yoxlayaq. Deməli, 4 elementi olsun. 45, 25, 64 və 121. Bəli, doğrudur. Deməli, 0, 1, 2 ikinci indeksi 2'dir. 64'dür və 7 dənə natural böləni var.